Birinci növbədə burada həyat tərzini dəyişməkdən başlamaq lazımdır problemin həllinə. Ələlxüsusdə oturaq həyat tərzi və fast food yeməkləri məktəblərdə çox az yaşlı uşaqlarda artıq piyələnmə, ikinci, üçüncü dərəcəli piyələnmələrə rast gəlirik ki, bu da uşağın gələcəyi üçün, yaşam tərzi üçün çox mənfi hallardan biridir. Əzələlər aktiv olanda qan dövranı da yaxşı olur və beyin toxumaları da yaxşı qidalandığı üçün uşaq daha çevik düşünə bilir, daha çevik qərar verə bilir. Təhsildən də geri qalmır. Amma passiv həyat tərzi keçirən uşaqlarda əsasən təhsildə də geriləmə və çevik qərar vermə qabiliyyəti tezliyi aşağı düşür. Dərsdə uğurlarını artırmaq istəyiriksə, birbaşa onların həyat tərzini yaxşı, müsbət mənada dəyişdirməliyik. Bütün gün uşağa deyirəm, düz otur, dur hərəkət elə, dur qat. Yəni onu uşağa demək lazım deyil, onu uşağa göstərmək lazımdır. Uşaq heç vaxt deyilənə qulaq asmır. Uşağa da eyni sözü 3-4 dəfə deyəndə artıq söz eşitməz olur. Müəllim də bütün gün ayaq üstündə dayana bilməz, o da insandır da. Müəllimə bir robot kimi baxmaq lazım deyil axı. Siz dediniz ki, divanda, kresloda, stulda oturmaq məsləhət deyil. Bütün növ rahatçılıqlar, insan üçün nəzərdə tutulmuş rahatçılıqların hamısı insanın qənimidir, insanın sağlamlığının əleyhinə yönəlmiş tədbirlərdir. Biz ancaq yerdə oturaraq bir çox problemdən, gələcəkdə yarana biləcək problemlərdən özümüzü xilas eləmiş ola bilərik. Bu ilkin dövrdə hansısa periodda biraz daha çox valideynin əziyyəti və diqqəti tələb olunur.